Her zaman benim gözümün önünde onlarıydı. Ne kadar azap çektiler. Ne kadar eziyet çektiler. Ama sınmadılar. Mühkem durdular. Budur Azerbaycan. Budur Azerbaycan. Ne kadar devletin gücü olsa, ne kadar silahı olsa, ne kadar düzgün hərbi əməliyyatlar planlaşdırılsa da, qələbəni əldə edən əskərdir, zabitdir. O gedir. O sinəsini qabağa verir. O ölümə gedir. Və bayrağı da qaldıran odur. Onların qəhrəmanlığı heç vaxt silinməməlidir və silinməyəcək. Bizim yaddaşımızdan və bugün onların ruhu şaddır. Biz buradayıq, siz buradasınız və nə qədər acı olsa da onların yaxınları üçün, doğmaları üçün bir təsəlli var. O da odur ki, onlar canlarını fəda edərək tarixi zəfər çalır. Biz 1-ci Qarabağ müharibəsində 15 minə yaxın şəhid verdik. Amma torpaqlar da getdi. İndi hər bir həlak olan insan əvəz olunmazdır. Ancaq 2-ci Qarabağ müharibəsində əməliyyatlar elə planlaşdırılırdı ki, itkiləri minimuma endirir. Və buna da nail oldu. Biz hər zaman bir də demək istəyirəm ki, onlara xoşda olmalıyıq. Gənc nəsil də daim bu ruhda tərbiyə almalıdır və onların qəhrəmanlığı unudulmazdır, misli bərabəri yoxdur. Salam 102 xəbəri info və inform xəbər TV sosial şəbəkəsində hal-hazırda çəkiliş qurumuz Azərbaycan rayonunun cənub bölgələrindən biri olan Lerik rayonu. Bəli, hörmətli tamaşaçılar, hal-hazırda dediyimiz kimi biz Vətən müharibəsi qəhrəmanı şəhid Mayor Heydərov Amid Rəbbiloğlu'nun muzeyindəyik. Qeyd edək ki, Amid Rəbbiloğlu Heydərov 1988-ci il 20 mayda Lerik rayonunda anadan olmuştur. 2006-cı ildə orta təhsilini başa vurub, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olunmuşdur. Hərbi məktəbi bitirdikdən sonra tağım komandiri kimi xidmətə başlamışdır. ...2016-cı il aprel döyüşlərində Lələtəpə yüksəklik uğrunda gedən döyüşlərdə yüksək şücaət göstərərək Ali Baş Komandan tərəfindən kapitan rütbəsi ilə təltif edilmişdir. Vaxtından əvvəl mayor rütbəsi ilə təltif edilən Amid Heydərov Vətən müharibəsində Cəbrayıl rayon uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucaldılmışdır. İlham Əliyevin sərəncamı ilə Vətən müharibəsi qəhrəmanı, Vətən uğrunda Cəbrayılın azad olunmasına görə medallarla təltif edilmişdir. Bu gördüyünüz kimi şəhidimizin avtomobilidir. Avtomobili muzeydə qorunub saxlanılır. Şəhidimiz oktyabrın 3-ü 2020-ci il tarixində doğulduğu Lerik rayonunda dəfn olunmuşdur. Allah şəhidimizə və cəmi şəhidlərimizə rəhmət eləsin. Şəhidimiz gül balalarından, 2 övladı olub şəhidimizin gül balalarından
şəklini görürsüz. Savaş, son savaş, bitmeyi. Medallar təklif edilir. Ölkə prezidenti tərəfindən Sencel yanımdaki çattığım ocağı, odu hem ertesi ele geçmeyi. şəhidimiz 3 dost olub. Görün. Əbülfəz Rəhmətov, Amid Heydərov və Cəlil Cavadov. 3 dost. Bəli, hörmətli tamaşaçılar, qeyd edək ki, şəhidlik zirvəsi ən uca zirvədir. O zirvəyə kim can atsa da hər insan şəhidlik zirvəsinə ucala bilmir. Qanı bahasına, canı bahasına, vətən uğrunda canlarını verən şəhidlərimizin qarşısında baş əyirik. Buyurun özünüzü təqdim edin. Mən Heydərov Rəbbi, Vətən müharibəsi qəhrəmanı Amid Heydərovun atasıyım. Amid uşaq vaxtı, hələ məktəbə gedilən vaxtda Həzi Aslanlığın kinosu gedirdi. Orada mehmanlar o Həzizdən soruşuyor, kim olacaqsın? Deyir ki, general olacaq. O söz sanki Amidin beyninə yer edilmişdi. Amiddən də hər an soruşurdu, nə olacaqsın? General olacaq. Bu minvalla da böyüdü, məktəbi yaxşı qiymətlərlə qutardı və Heydər Əliyev adına Ali Hərbi Akademiya tank şöbəsinə qəbul oldu. Ailə hərbi hissələrin yerində tağım komandiri kimi çalışdı. Sonra Lələtəpə uğrunda gedən döyüşdə Amid leytenant idi. İlk tank sonra Amid çıxmışdı. Prezidentimiz tərəfindən ona kapitan rütbəsi ilə təyin edilmişdi. Sonradan Amidi təzədən Cəbrayıl rayonunun hərbi sahili hissəsinə hissə komandiri təyin edildi. Və orada da həmin hissəni çox səliqəli, qəşəng düzəltmişdi. Şəxsiyyət içində böyük hörmətin malik idi. Artıq müharibə başlayanda ilk döyüşçülərdən birincisi Amid Heydər olmuşdu. İlham Əliyev həmin o qaya parçasının yanında danışdığı yerdə ilk dəfə Amid həmin yerdə Cəbrayıl istiqamətinə hücuma keçmişdi. Bir 8 kəndi müdafiə azad edəndən sonra Rüzgar kəndində qəhrəmancasına şəhid olmuşdur. Prezidentimiz tərəfindən də ona Vətən müharibəsi qəhrəmanı adı verilmişdir. Amidin haqqında danışmaq çox həm qürurludur, həm də çox çətindir. Onu yada gətirmək. Amid çox qayğıkeş uşağıdır, əvəz olunmaz uşaqdır. Amidin uşaqlığı demək olar ki, biz Amidə indiyə kimi deməmişdik ki, Amid bu falan iş belə, falan kəsin hörmətini belə saxlamalı. Amiddə elə bir ki, o istedad var idi. O elə davranı elə bir ki, ondan gəlirdi. Amid bizim gözümüzdə elə qəhrəman böyümüşdü. Qəhrəman idi. Axırında özündə elə qəhrəmancasına şəhid oldu. 2 dənə uşağı var. İndi inşallah uşaqlar da onun adına layiq evlad olarlar. Amid çox belə qayğıkeş uşaq, qayğıkeş qohum qədri bilən, belə hər şeyə özünə vətəni sevən idi. Amid vətəni seçdi, nə uşaqların seçdi, nə bizi, nə qardaşım, bir dənə qardaşım seçmədi, bizi vətəni seçdi. Siz də çox sağ olun, bunu işıqlandırmışsınız. Biraz çətin bunun üçün danışmağa gərək bağışlayasınız. Çox sağ olun. Sağ olun. Gözəl. Yəni ana, bu şəhidimiz
Həzi Aslanovun ev Ev muzeyində muzeyində gedib şəkil Bəli, çəkib. Orada şəkil orada şəkil çəkdirib ev muzeyində. Ondan 15 gün sonra Hə, şəhid olub. öz ürək sözlərini onun kitabına yazıb. Aha. Bax burada Bəli. burada bax elə şeydə olub da. Orada bax uşaqlara göstərir bu. Dərs verir onlara, dərs deyir onlara. Hə. Bax bu da təlim keçirir. Bax bunlar da onun hamısı orada otağının əşyalarıdır, gətirib qoyub onlar. Bax aşağıda da. Bax elə o qalan o suvenir də onun otağında idi. Gətirib. Onun paltarlarıdır. Paltarlarını çox sabitdir. Heç kim onun paltarlarını əl vurmaz. Özü yaparlar. Çox səliqəli uşaq. Çox səliqəli. Bizdən darvazadan girərdi, həyatda bir şey görərdi. Mama bu həyat nə gündədir? O çox səliqəli idi, özünə qiymət qoyan uşaq idi doğrudan. Onunla danışmaq çox çətindir, çox. Ürək ağrıdıcı. Bax, burada hamısı ona. Əşyaları paltarları bilmədi. Bir dənə paltar cırmadı, elə aldı qoydu. Bax, hamısının paltarları. Ayakkabılar da. Səliqəli. Şəhidimizin geyimləri. Bu tank. Bu tank geyimidir. Bunlar üçü bir tankı şey. Bu tankı sürenci, tuşlayıcıdır, kullanıcı bir şey. Allah Tarafından, İlham Aliyev Sanalları tarafından her defa televizyada şəhidlərdən birinci biz şəhidlərə borcluyuq deyir. Əgər dövlət başçımız şəhidlərə belə yüksək bir hörməti varsa, demək olar ki, Əkbər müəllim də Amidlə eyni yaşdadır. icra hakimiyyəti Bəli. Bizim Deri Şahin icra hakimi başçısı Əkbər müəllimlə Amidlə eyni bir yaşdadır. İlk gün vericə təyin olunmadan Amidin Müslümini ziyarət edib, mən onunla tanış olmuşum. Bugünə qədər də hər an, hər yerdə, hər şəhid məclisində görüşürük, danışırıq, nə isə ehtiyac olsa başından canından gəlməkdir. Razı Əkbər, sağ olsun. Çox sağ olun. TV-nin baş direktoru Azər Xudayaroğlu, müxbir Şəlalə Cəfər qızı, informator Adil Həbiboğlu, lirik.